Salam hörmətli izləyicilər. Bugünkü videoda vergi ödəyicisi olaraq obyektinizi, yəni ofis, mağaza, sex və digər iş yerlərinizi necə qeydə qoymalısınız sualını ətraflı izah edəcəyəm. Əvvəlcə onu qeyd edim ki, vergi məcəlləsinə əsasən vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektləri mütləq vergi orqanında qeydə qoymalıdır. Bəs obyekti qeydə qoymaq üçün hansı addımlar atılmalıdır? Birinci addım, obyektin icarə müqaviləsi və ya mülkiyyət sənədi olmalıdır. Əgər obyekt sizə məxsusdursa, çıxarış və ünvan məlumatları lazımdır. Əgər icarəyə götürmüsünüzsə, icarə müqaviləsi düzgün tərtib edilməlidir. İkinci addım, vergi orqanına elektron və ya kağız formatda müraciət edilməlidir. Ən rahat yol elektron kabinetdən onlayn ərizə təqdim etməklə obyekti qeydə qoymaqdır. Üçüncü addım, vergi orqanından təsdiq gözləyirsiniz. Müraciət yoxlanıldıqdan sonra obyekt vergi orqanı tərəfindən qeydiyyata alınır. Adətən bu proses bir neçə iş günü çəkir. Əgər siz obyektinizin qeydiyyatını düzgün və rahat şəkildə həyata keçirmək istəyirsinizsə, bizim komandamız həmişə sizin yanınızdadır. Biz sənədlərin hazırlanmasında və onlayn müraciətin düzgün və tez zamanda cavablandırılmasında sizə dəstək göstəririk. Əlavə suallarınız varsa, şərtdə qeyd edin və ya birbaşa bizimlə əlaqə saxlayın. Videonu bəyəndinizsə paylaşmağı və kanalımıza abunə olmağı unutmayın.